Когда-то этот дом был полон людьми, а теперь опустел. Я есть доверенное лицо от моего господина Гаджи Зейналабадина Тагила и посланец его генералу Шараблинским с предложением об их согласии просить руки их дочери Софьи. Şimdi ne dersiniz? Biraz hürmetimiz var. Ne niyaj? Tökeyi yere. Четвертая скважина в Балаханах перестала давать нефть. Мы планируем закрыть ее. İsmail. Ayacı, sən əvvəldən mənə desəydin ki, mənim torpağımda Rus şkolası dikdirəcəksən, mən heç onda razı olmazdım. Рада знакомству. Her gün taze bir şey çıkarırsın. Ya. Ahmaklık de bu. De ya. Sabah ne yiyeceksin? Atayla köllə gəlmə. Hacının bu təklifi bizim valideynlərimizi təəccübləndirdi və hətta qəzəbləndirdi. Verelim. Sen hamını ispat edirsən bəslə! Kəs səsini. Axı mən sənin oğlunam. Niyə mən bütün bunların hamısını kənardan işdirəm?